Dayanma durmanı qadağan edən nişan yoxdur, amma sürücülər cərimələndiyini iddia eləyir. Söhbət Nəsimi rayonu Mərdanov qardaşları küçəsindən gedir. Niyə belə bir vəziyyət yaranıb? Yəni, dayanma və durmanı qadağan edən nişan yoxdursa, sürücülər hansı əsasla cərimələnir? Əməkdaşlarımız buna aydınlıq gətirməyə çalışıb. Baxaq görək, sürücülərin iddiasına hansı cavab verilib? Nəsimi rayonu Nəsib bəy Yusifbəyli küçəsindən sağa, yəni Novruzov qardaşlarına dönən istiqamətində sürücülər üçün dayanma, durma qadağandır nişanı yoxdur. Amma buna baxmayaraq gün ərzində onlarla sürücü cərimə olunur. Sakinlər deyir ki, avtomobillərini bir neçə dəqiqə ərzində Novruzov qardaşları küçəsində saxlamağa peşman olurlar. Dərhal Nəsib bəy Yusifbəyli küçəsində olan kamera vasitəsilə qeydə alınır və cərimə olunurlar. Sakinlər deyir ki, həmin küçənin giriş hissəsində dayanma və durmanı qadağan edən nişan yoxdur. Əgər nişan görərlərsə, heç kəs həmin yolun kənarında təbii ki, maşın saxlamaz. Maşın içində ola, uşaq qalxıb da gecə 11-in yarısıdır. Şeyləri verib, düşüb aşağı. Qayıdıb gəlib, səhər mağazəyə gerək, baba bizə cərimə gəldi. Taksisi gələni, kimisə düşürdür, kimisə qarşılayır. Sakit yerdir də, dayanır burada, çıxan çıxır, minir. Sonra da hamısına cərimə gəlir. Bilməyən vətəndaşlar hamısı burada cərimə olunur. Mənim dostum gəlmişdi yanıma bura, saxlayıb burada 5 dəqiqəlik, 20 manat cərimə. Neçə nəfər saxlayıb burada işarə verirəm ki, saxlamağa düşür. Gün ərzində nə qədər insan burada? Gün ərzində firmalar filan saxlayır, gün ərzində bir 50 maşın. Qonaq gəlirik, burada şlaqmanda pult hamısında yoxdur. Gəlib burada saxlayırlar, qonaq gedirlər ora. Bir də görür, cərimə gəldi. Məsələ ilə bağlı Bakı şəhər Dövlət Yol Polisi İdarəsinə müraciət etdik. Qurumdan bildirildi ki, sürücülərin həmin küçədə cərimə olunmalarının səbəbi araşdırılır. Qeyd edilən məsələ ilə bağlı hazırda Bakı şəhər Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır. Araşdırmanın nəticəsinə uyğun olaraq məsələyə hüquqi qiymət veriləcək. Xatırladaq ki, dayanma durma qaydasını pozduğuna görə sürücü 20 manat cərimə olunur. Elşad Bayramoğlu, Əziz Əzizov, Sənan Bəhrəmli, ATV Xəbər.